Birinci sinif ingilis dil dərsinin 3-cü bölümü ilə qarşınızdayım. Unit 3, Lesson 1. 3-cü bölüm, 1-ci dərs. Gördüyünüz kimi, qarandaş, pozdan, çanta, kitab kimi sözləri öyrənirik. İlk öncə gəlin dinləyək, sonra isə düzgün yazılış və oxunuşlarına baxarıq. Başlayaq. Hər kəs diqqətlə dinləsin, sonra isə lazım olan hissələrdə də siz də təkrarlayacaqsınız. Başladıq. Listen and point. Vocabulary. Vocabulary. Crayon. Crayon. Pencil. Pencil. Eraser. Eraser. Vocabulary. Vocabulary. Pencil case. Pencil case. Book. Book. Backpack. Backpack. Vocabulary. 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 Aha, bitdi. Dinlədik. Əgər lazımdırsa, yenidən əvvələ verin videonu, yenidən dinləyin. Baxaq indi sözlərimizə. Birinci gəlir crayon. Crayon, rəngli karandaş deməkdir. Baxın, cırını biz c kimi oxumuruq, k kimi oxuruq. Crayon. Sonra pencil. Pencil, karandaş. C-ni bu səfər görürsünüz, s kimi oxuduq. Pencil. Eraser. Eraser. Pozan, E hərfini I kimi oxuyuruq. Pencil case, pencil case, qələm qabı. Book, book, kitab, 2 O-nu uzun U kimi oxuyuruq. Backpack, backpack, çanta deməkdir, yəni bel çantası deməkdir. Yazılışlarını da öyrənirik, deyilişin də mənasında. Çalışın hər sözdən 3 sətir yazın ki, yaxşı yadınızda qalsın. Davam edək. Burada qızla oğlanı görürük. Yenə listeningimiz var. İlk öncə burada yeni bir qaydamız var. Onu öyrənək. Sonra listeningə baxarıq. I have not. I have not. Bu ifadəni öyrənirik. Var deməkdir. Məndə nəsə var. Məsələn, I have a book. Məndə bir kitab var. I have a book. Və deyirəm ki, məndə kitab yoxdur. I have not a book. I have not a book. Məndə kitab yoxdur. Belə, istədiyimiz sözü ora qoyub have-lə deyə bilirik ki, have var deməkdir, sahibən mənasını verir. Burada kiçik bir qeydimiz var ki, bu nədir? I have not a book. Bu köhnə və rəsmi qaydadır. Ancaq müasir danışıq dilində bura bir don't sözü də əlavə olunur. Baxın, I don't have a book. I don't have a book. Bunu da kiçik bir qeyd kimi yadınızda saxlayaq. İndi baxaq yenidən bura. Deməli, sahibən varam nə oldu? I have və məndə yoxdur. I have not. İndi gəlin listeningimizi dinləyək və baxaq görək ki, bu qızla oğlan nələrdən danışır. Başlayaq. Diqqətlə dinləyirik. Track 22. Listen and sing. Then act it out. I'm happy. I'm happy. I have a crayon. A crayon. I have a crayon. I'm happy. I have a crayon. I have a crayon.
Aha, bitdi. Track 23. İndi burada baxırıq nəyə? İlk öncə dinlədik. Görürsüz? Hər birinə sizin üçün yazmışam tərcüməsinin oxunuşunda. I have deyir ya, məndə nəsə var. Qarşısına nə qoyduq? Keçən dərs keçmişdik. Ya e ya n artiklı qoyuruq. Crayon samitlə başlayır, yəni k hərfi ilə oxuyuruq deyəni e hərfi qoyuruq. Mütləq yazmaq lazımdır. I have a crayon. Mənim bir rəngli karandaşım var. Sonra I have a backpack. Mənim bel çantam var. A backpack. Görürsüz, b ilə başlayır. Nə idi bu? Samitdir. Ona görə mən ora e-ni qoyuram. Ancaq pozan sözü hansı idi? Eraser. Görürsüz, oxuyanda necə oxuyuram? İ ilə oxuyuram, yəni saitlə. Ona görə mən onun qarşısına n artiklı qoymalıyam. An eraser. A pencil, a crayon, a pencil case, a book, a backpack. Bu dərsimizdə məktəb ləvazimatlarına aid olan sözləri öyrəndik. I am happy nə idi? Kommentlərdə yazın və ya bunun əksini yazın. Bye bye.